Salam. Salam. Dostlar, bilirsiniz ki, xəstəliklər, viruslar yayılıb, payızdır, bu normaldır. Bəs tələbələr, şagirdlər özlərini necə qorusunlar? Zeynəb, necə qorusunlar? Bunları yesinler. Bunları yesinlər. Bunlar nədir? Soğan. Sonra Kırmızı soğan. və Sarımsak. dostlar, mütləq təbii dərmanlardır. Gəlib dərmanlara pul tökməkdənsə bunları yeyirik. Bu tərəvəzlərin qoxusu var, bunu bilirik. Əgər bu problemdirsə, qırmızı soğana üstünlük verə bilərik. Əgər çiğ yeyiriksə, salatlarda yeyiriksə və yaxud da müxtəlif yeməklərin tərkibinə sala bilərik. Məsələn, soğanı blender, mikser vasitəsilə çox əzir, sulu yeməklərə istifadə edə bilər və yaxud da soğanı doğramadan diri şəkildə sulu yeməyə əlavə edirik. Yemək bişəndən sonra da onu çıxardırıq və beləliklə də soğan sevməyən uşaqların heç xəbəri olmur. Valideynlər bu üsuldan istifadə edə bilər. Sarımsaq təbii ki, həftə sonlarında, məsələn, həftənin 5-ci günü, cümə günü axşamdan etibarən yeyə bilərik, 6-cı gündə yeyə bilərik və yaxud da bəzi, məsələn, sarımsaq qatıq kimi qarışdırıb müxtəlif yeməklərlə yemək olar. Qoxu problemini, məsələn, tutaq ki, bugün dərsdən gəlmişsiniz, gün orta yeyə bilərsiniz və sabaha qədər də yəqin ki, bu qoxu qalmayacaq, əzizlər. Özünüzdən müğayət olun, özünüzü qoruyun ki, təhsiliniz də uğurlu olsun. Hələdik.